Hoş gördük sizlerin yeniden mənim kanalımda. Mən sizin coğrafya müəllimiz Turan müəllim. Bugün sizlərə 20 aprel 2025-ci il tarixdə keçirilən MGM və OTK birgə təşkilatçılığı ilə təşkil olunmuş blok imtahanı suallarından coğrafya suallarının izahını verəcəm. Deməli, 9 və 10-cu siniflər üzrə sınaqdır. Hal-hazırda 11-ləri artıq izah eləmişik. YouTube kanalımızda var. 11'lərin sualların izahı var. İndi isə 9 və 10-cu siniflər səviyyəsində təşkil olunmuş sınağın izahını veririk. Deməli, 31-ci suala baxırıq. Filiz faydalı qazıntıların belə deyək, işarələrini tapmalıyıq bu sualda. Baxırıq, birinci nədir? Polimetaldır. Bu polidir. Polimetal. Yəqin ki, Azərbaycanda da geniş yayıldığına görə şagirdlər bunu tapar. 2 gildir olmaz, çünki qeyri-filizdir. 3 mərmərdə Azərbaycanda var, bilirik, qarası, ağı və çəhrayısı, ondan bilə bilərik. 4 qalsın qum saatıdır, biz adətən belə öyrədirik şagirdlərə. Bu nədir? Promiddir. 5 qızıldır. Yəqin ki, qızılın işarəsini çoxsu düz tapıb. 6 isə, yəni burada baxırıq da bizə 1, 4, 5 lazımdır. 1, 4, 5 hansı variantdadır? D variantı. Və yaxud 2 ilə 3 atanda da artıq cavabımız nə olur? Öz-özündən ya alınmış olur. D variantı. 31-ci sualda doğru cavab D variantıdır. Mən sualları izah edərkən bəzən kənara biraz çıxıram. İstəyirəm ki, sualları təkcə elə cavabını deyib keçməyim. Sizə onu həm də bu sualların izahına baxarkən nəsə bir şeylər öyrədim. Ona görə də bu biraz 10-15 dəqiqə deyil də 25-30 dəqiqə çəkə bilər bu sınağın izahı. Ümid edirəm ki, səbirli olub axıra qədər qulaq asacaqsınız, izləyəcəksiniz. 32-ci sualda nə deyir? Günəşli saatların illik miqdarının Naxçıvanda maksimum, Lənkəranda minimum olması səbəbi ümumiyyətlə günəş nə vaxt görünür? Bulud olmayanda. Bulud olanda deməli minimum olacaq da. Bulud olursa deməli burada buludla bağlı olan cavabı axtarmalıyıq. Naxçıvanda bulud olmayan, Lənkəranda isə buludun çox olması olan Y variantı bizim doğru cavabımız olacaq. 33-cü sualda deyir, seysmik cəhətdən fəal olan düzəlişlərin verildiyi sıranı müəyyən edin. Ümumiyyətlə, istəyir yaylı olsun, istəyir ovalı, bunlar adətən platformaya uyğun gəlir. Amma həm platformada, həm də geosinkronda yerləşən yaylalarımız və yaxud ovalıqlarımız var. 6 dənə ovalığımız var ki, onlar deməli nəyə düşürlər? Geosinkronala düşürlər. Bəlkə də çox deyil, amma 6-sını biz öyrənirik. Küraraz, Padan, yaxud bunun başqa adı Podu, Kolxida, Lənkəran, Orta Dunay, Aşağı Dunay. Bunlar nəyə düşürlər? Geosinkronala düşürlər. Ornoko platformadadır. Sonra Sibir İstənilən halda platformadır. Qərbi Sibir cavandır, Orta Sibir yaşlıdır, qədim platformadır. Gviyana da qədim platformadır, Amazon da qədim platformadır, Şərqi Avropada qədim platformadır. Ümumiyyətlə platformadır. Seysmik cəhətdən fəal olan ərazilər isə geosinkronaldır. Turan özü də cavan platformadır. Nallar boru ümumiyyətlə Avstraliya platformadır. Doğru cavabımız B bəndidir burada. Növbəti sualımız 34-cü sualdır. Deyir ki, yüksək təzyiq qurşağında yerləşir. Deməli, ya tropikdir, ya da ki, qütbdür. Səhralarla əhatə olunubsa, deməli, tropik ola bilər. Çünki qütbdə səhraları adətən yazılır, qütb səhraları deyirlər. İri çay tökülmür. Deməli, çox güman ki, bu tropikdir. Tektonik qırılma zonasındadır. Gəlin baxaq, Aralıq dənizində iri çaylar tökülür. Ümumiyyətlə, tropikə də düşmür o. Daha çox tropikə düşür. Azov dənizi, belə deyək də, yüksək təzyiqdə olmayacaq. Həmçinin orada Don çay tökülür. Tektonik qırılma zonası deyil. Baltiki də çıxarıq, Oxodu da çıxarıq. Doğru cavabımız nədir? Qırmızı dəniz, Şərqi Afrika sınma zonası oradan başlayır. 35-ə baxırıq. Şərqi Asiyada deyir ki, qış mussonunu əks etdirən külək gülü. Şərqi Asiya deməli, Şərqi Asiya regionundan qış mussonu, bura Şərqi Asiyadırsa, qış mussonu materikdən okeana doğru əsməlidir. Yəni, qərbdən şərqə. Külək qərbdən əsdiyinə görə külək gölündə qərb tərəfdən daha çox göstərilməlidir. O da hansı variantdadır? Y variantındadır. Sonra növbəti sualımız, baxaq burada. 36-cı sualda nə istəyir bizdən? Passatla ilə qərb küləkləri arasında oxşar xüsusiyyəti istəyir. Çünki iştiqlənmiş əraziyə xas olanı istəyirsə, deməli oxşarı istəyir. Il boyu istiqamətini dəyişmir. Bunlar daimi küləklərdirlər. Yüksəkdən alçağa doğru əsərlər. Alçaqdan yüksəyə doğru külək əsmir. Bu da səhvdir. Yalnız şimal yarımkürəsində xeyr, hər iki yarımkürədə var. Tropik enliklərdən əsən daimi küləklər. Doğru cavab nədir? D variantıdır. Azərbaycanda hakim küləkdir. Xeyr. Olmaz. 37-yə baxırıq. Düzgün olmayan çevrilmə elə A bəndindədir. Niyə? Çünki qumdaşı kvarsitə çevrilir. Almaza çevrilmir. Qrafit almaza çevrilir. Qalanları isə hamısı düzdür. Avtomatik A bəndi səhv çıxır. 38-ə baxırıq. Avrasiyada aid olmayan xüsusiyyəti istəyir. Elə cavab burada A bəndidir. Çünki ümumiyyətlə bu yalnız bu kimi tipli cavablar verilirsə diqqətli olmaq lazımdır. O variantların çoxusu səhv olur. Çünki Avrasiyada deməli Qərbi Sibir var. Qərbi Sibir.
Bir də Turan ovalığı var ki, bunlar cavan platformalar. Necə yalnız qədim platformalardan ibarətdir deyə bilərsən. Qalanları çox güman ki, hamısı düzdür. Daha baxıb vaxt itirməyək. 39-a baxaq. Avstraliyada görürsünüzmü hansı hissəni verib bu? Avstraliyada mərkəz hissə, tropik xətti keçir buradan görürsünüz. Burada nədir? Səhralardır. Səhra. Tropik səhralardır bura. Yayda tropik, qışda ekvator. Yox, ümumiyyətlə həmişə tropikdir burada. İl boyu tropik hava olar, bəli. 2. Fiziki aşımı avtomatik səhrası olacaq. 4. Səhra yarımsəhra, doğrudur. Kimyəvi aşımı yağış olan yerdədir, burada olmaz. Yaşayış üçün əlverişli şərait deyil, səhradır. Doğru cavab nə olmalıdır? 2, 3, 4. 2, 3, 4 hansı variantdadır? Y variantındadır. 40-cı suala baxırıq. Kiçik Qafqaz dağlarının zirvələrini istəyir bizdən. Raqdan böyükdə də çıxar, kömürköyü də çıxarıq. Sonra buradan Dəlidağ, Qızılboğaz, Camışdağ olur cavab, bəli. Amma C-dən yenə Raqdan Bazargürd çıxır. D-dən deməli buradan Qızyurdu çıxır. Y-dən isə Dübrar çıxır. Şah dağını biraz götürmək olar, Baba dağı amma çıxmalı. Çünki Şah dağ Kiçik Qafqazda var. 41. Azərbaycan qurdakı təbii qaz yataqları 4 dənədir. Azərbaycan qurda 4 dənə əsas qaz yatağı var. Qaradağ, Qobustan, Gürcan, Zirə, B bəndidir. Muradxanlı Molla kəndi Mezo yaşlı neftdir. Azər Çıraq günəşli neftdir. Muradxanlı Molla kəndi yenə pozdur. Aşağı dəniz belə deyək, Ümid Molla kənd pozur, Çıraq pozur. Ümid belə deyək. Burada doğru cavabımız B bəndidir. 40 neçənci suala gedək. 42-ci suala baxırıq. Daşkəsən Kəlbəcər. Daşkəsəndə alilit var. Bromit Kəlbəcərdədir. Gips Ağcakətdə, orada Goranboya düşür. Bentonik gili Qazaxdadır, Daşsalal olmaz. Civə yataqları Kəlbəcərdədir. Həmçinin Laçında da var. Dəmir filiz isə Daşkəsən rayonundadır. 1625, 1625 variantı hardadır? Y variantındadır. 43-cü suala baxırıq. Verilmiş xəritələrdən hansında təhriflər nisbətən daha az olar? Təhrifin az olması üçün miqyasın böyük olması lazımdır. Miqyas böyük. Miqyas böyükdürsə, deməli necə ərazi olmalıdır? Kiçik ərazi. Kiçik ərazi. Tamam. Bunlar görürsünüz böyük ərazilərdir, amma Bakı bunların içərisində daha kiçikdir. 44-cü suala baxırıq. Respublikamızın ərazisində ən az yayılmış suların geolojiyası. Bu sual toplu suallarda var. Güvəndə də var. Deməli, bu sual deməli, Kaynazoy, arxey proterozoy ümumiyyətlə yoxdur. Bəzən şairlər çaşıb bunları götürürlər. Amma elə olmaz. Doğru cavab nədir burada? Kaynazoy ən geniş yayılan budur, ən çox. İkinci yerdə isə Mezozoy dağlıqlarımızda. Amma Paleozoy çox az yayılır. Doğru cavab nə olmalıdır? Paleozoy. Ümid edirəm ki, yanılıb gedib proterozoy arxevi götürməmisiz. Çünki onlar səhv olur. Baxırıq 45-ə. Çayın su sərfi 480 kub metr bölünsü saniyədir. Çay dərəsinin enkəzi 1200-dür. İndi burada tapmaq üçün nə etmək lazım? Çox sadə. Görürsünüzmü? Metri bölüblər. Metr bölünsü saniyədir. Bu metr bölünsü saniyə necə alır? 480 bölünüb neçəyə? 1200-ə. Aha. Görürsünüz metr kvadratla metr kubla ixtisar gedib. Orada qalıb nə? Metr yuxarıdakı metr bölünsün saniyə. Düzdür? 480-lə bu da ixtisar gedəndə 120-yə ixtisar getsə 12-yə ixtisar getsə burada qalacaq 4. Burada da qalar 10. Sonra çünki bəli də 12-yə ixtisar aparsa burada 4 qalır. Burada da qalır 10. Hə, sonra 4-ü də 10-a böləndə olur 0,4 metr bölünsün saniyə. Doğru cavab hansı cavabdır? A variantı. 46-cı suala baxırıq. Rusiya, İran, Gürcistanla sərhəddə yerləşən coğrafi obyektlərimizi istəyir. Ağstavatca sərhəddə düşmür, ona görə pozdur. B bəndi Yansis ilə sərhəddə düşmür, pozdur. Talış dağları Rusiya ilə sərhəddə düşmür, pozdur. Qanı Xəyri çay, Araz çayı. Hə, Qanı Xəyri çay. Deməli, ikinci Qanı Xəyri çay olmaz. Çünki ikinci olan İranla sərhəddə yerləşməlidir. Doğru cavabımız nədir? D bəndi. Sudur Rusiya iləndir, Gəyən İrandandır, Mazım çayı da Gürcistanla sərhəddə düşən. Deməli, orada 3 sayımız var. Gürcistana sərhəd düşən Mazım, Qanıq, Qabırı. Onlardan biridir. 47. Xızı dağlarındakı suların rənginin qırmızı rəngə çalması səbəbi. Düşünürəm ki, bu yeni 6-cı sinif kitabındandır. Çünki sırf bu mövzuya 6-cı sinif kitabında toxunulub. Və onun cavabı nədir? Dəmir birləşmələrinin üzə çıxmasıdır, olmasıdır. Su sahələrindən hansında daha tez təzələnmə gedir? Ümumiyyətlə, ən tez təzələnən su atmosferdədir 1 həftəyə. Çaylarda isə 2 həftəyə təzələnir. Getdikcə isə nə olur? Suların təzələnməsi gecikir. Ona görə doğru cavabımız nə olacaq? A bəndi 2 həftəyə təzələnə bilir çaylarda sular. Növbəti sualımız deməli 49-cu sualdır. Nə edir 49-da? Nədir bu? Meandrdır uşaqlar. Meandr çayın necə axmasıdır? İlanvari axmasıdır. Hansı çaylarda olur? Düzən çaylarda olur.
Çay necə yaradıcıdır, yoxsa dağıdıcı formasıdır? Dağıdıcıdır. Çünki qabağına çıxan bir şeyi dağıda bilməyəndə sağdakını, soldakını dağıdır və əlir. Dağıdıcı çaylar, dağıdıcı relyef formasıdır. Düzənlik çaylarındadır. Hansı eroziyanın təsiridir? Yan eroziyadır. Yan eroziyadır, meandr. Başqa nə deyə bilərik biz burada? Pilusda biz deyirik ki, növbəti mərhələdə nəyə çevrilə bilər? Axmaz gölə. İndi baxaq. Kolumbiya, Kolorado dağ çaylarında olmaz. Axım istiqamətinə görə Amazon çayıdır. Bu axım istiqamətinə görə biz bilmirik qərb haradır, şərq haradır. Amazon isə şərqə axır. Ona görə hər ehtimalı götürmürük bunu. Meyilli az olan çaydır, düzənlik yaradacaq. Doğru cavabımız elə C bəndidir. Meyilli azdır, düzənlik çaysa bunu yaradacaq. Dib eroziya dağ çaylarında olur. Bu olmaz. Kanyon var dağ çaylardadır. Bu yandırdı amma. Eroziya bazası həmişə okean səviyyəsindən yuxarıda yerləşir. Bunu deyə bilmərik. Biz həmişədir və yaxud həmişə deyil. Məsələn, Kürün eroziya bazası hardadır? Okean səviyyəsindən aşağıdadır. Ümumiyyətlə həmişə yalnız bütün bu tipli variantlara ehtiyatla yanaşın. Demirəm ha, bunları götürün dərhal səhv çıxarın. Yox. Bunlar çox vaxt 90% səhv çıxır. 50-ci sual. Azərbaycanda buxarlanma qabiliyyətinin daha yüksək olduğu ərazilər. Yəni buxarlanma qabiliyyəti nə ilə uzlaşırdı? İstili. İsti olan ərazilər. Yüksək dağlıq soyuqdur. Qarabağ yarısı soyuqdur. Talış dağları, yəni belə deyək də isti də deyil. Amma Salyan düzü düzənlikdir, quraqdır. Şirvan düzü isti quraqdır. Abşeron Qobustanda deməyə ehtiyac yoxdur. Yəqin ki bilirsiniz. 1, 5, 6 hansı variantdadır? B variantındadır. 51-ci suala baxaq. Aha, verilmiş xüsusiyyətlər atmosferin hansı təbəqəsinə aiddir? Atmosfer hadisələri baş verib. Söylə buna tapmaq olar. Doğru cavab nədir? Troposferdir. Yerin səthinə ən yaxın təbəqədə troposferdir. Yuxarıya qalxdıqca temperatur azalır. Troposfer mezosferdə azalır. Amma bu digər iki xüsusiyyət ancaq troposferə aiddir. Onlar hansı variantdadır? C variantındadır. 52-yə baxağın. Görə 52-də nə deyir? Hə. Şelf düzənliyi orta okean hissəsi okean novu. Yer qabının ən nazik yeridir, okean novlarında olacaq. Çünki orada deməli yer qabı çox nazilir. Divergen sərhəddə yerləşir. Divergen sərhəddə yerləşən hansıdır? Orta okean sistemləridir. Vulkan püskürüb səthə çıxarır deyə. Əslən orta okean sistemləri Sakit okeanda şərqində var. Atlantik okeanda var. Hind okeanında isə mərkəzi Hind, qərbi Hind, şərqi Hind sistemləri var. Akkumulyativ mənşəlidir. Ən çox da Şimal Buzlu okeandadır. Bu da şelf düzənliyi və yaxud materik dayazlığı deyilən bir relyef formasıdır. Okean dibi relyef formasıdır. 1-ə C2-yə B 3A. 1-ə C2-yə B 3A hardadır? 1-ə C2-yə B 3A A variantındadır. Növbəti sualımız 53. Dəmiyə əkinçiliyinin inkişafı üçün kifayət edən rütubətlənmə əmsalının göstəriciləri. Dəmiyə əkinçiliyi üçün yəni suvarmanın olmaması lazımdır. Suvarmanın olmaması üçün ərazinin rütubətli olmalıdır. Plusda burada nə olmalıdır? Əkinçiliyi həyata keçirmək üçün sənin istiliyin olmalıdır. İstilik olanlar, görürsünüz, 1000-ə yaxın olanlar, bax görürsünüz istidir. İstidir. Burada da nəsə eləmək olar. Amma sən görürsünüz, bu 0,6 verir bizə. Bu olmaz. Bu ümumiyyətlə olmaz. Bu səhradır. Burada bu 100% cavab belə gələcək 2, 4, 5. Amma bu birdə də biraz cavabı düz götürmüyorlar. Çünki 0,8-dən böyükdür də. Burada da təbii əkinçiliyini biz müəyyən qədər eləyə bilərik. Çöl olmasına uyğun gəlir. Yəni əkə bilərik. Düşünürəm ki, burada doğru cavab 1 də götürülə bilər. Amma hər ehtimala mən 2, 4, 5 yazıram. Bilmirəm orada meyarlarda nə verəcəklər. Amma məndən olsa, məsələn, mən biri yazıb üstündə də durardım ki, yəni bunu doğru cavab kimi götürmək olar. İndi bəzən məntiqlə bunlar bu yanaşma ilə çox güman ki verəcəklər ki, yağıntı parlama qabiliyyətindən yüksəksə, deməli dəmiyə əkinçilə şərait var, amma burada düzdür, o biraz pozulur, biraz azca. Amma bu əmsal, bu göstərici dəmiyə əkinçiliyi üçün yəni həyata keçirmək olar. Çöl zonasının belə deyək də yağıntı və buxarlanma qabiliyyəti nisbətinə uyğun gəlir. 54-cü suala baxaq. Çox asan suala oxşur. Necə hesablayacağıq? Deməli, şahidlər 715 buradadır. 760 isə buradadır. 760-dan 715-i çıxaram. Neçə qalar? 715-i çıxaram. Qalar 45. 45 mm civə sütunu. Deməli, fərq var. 1 mm civə sütunu neçə metrə bərabərdir? 10 metrə. Bəs 45 mm nəyə bərabər olacaq? X metrə. Oradan tapıram, həmin o x nəyə bərabərdir? 10 vurulsun 45-ə, yəni 450 metrə. 450 metr A ilə B arasında fərq var. Neçə aralıq var? 1 aralıq, 2 aralıq, 3 aralıq. Deməli, 3 dənə kəsmə yüksəkliyi var. O zaman 3 dənə kəsmə yüksəkliyimizin 3-ü cəmi toplam bir yerdə 450 elibsə, 450-ni bölərəm
3'ə eləyər 150. Demək, bunların hər birinin arasında buradan bura 150, buradan bura 150, buradan da bura 150 metr fərq var ki, nə olub? Həmin o təzyiq fərqi yaranmışdır. Növbəti sualımız 55-ci sualdır. Soyuq okean cəryanlarına aid olan xüsusiyyətləri müəyyən etməliyik. Təsir etdiyi ərazilərdə rütubətli iqlim olmaz. Hümid iqlim, hümid istidir. Bəzən uşaqlar istini quraqla uzlaşdırırlar, amma elə deyil. Soyuq cəryanlar arid iqlim, quraq iqlim yaradırlar. İsti cəryanlar isə hümid, yəni rütubətli iqlim yaradırlar. Bir olmaz. İkiyə baxırıq. Gətirdiyi suyun temperaturu bəli. Bax, bu gətirdiyi suyun temperaturu ətrafdakı sulardan soyuq olarsa, bu soyuq cəryandır. Bu olmaz. Yəni 2 ilə 3 heç vaxt götürmək olmaz. Əslində, bax, bu ikisi istidir. Quraq iqlim yaradan, bax, bu ikisi isə nədir? Bizim cavabımızdır. Doğru cavabımız nədir? 2 və 4. Verilmiş iqlim diaqramı ən məşhur iqlim diaqramlarından biri. Həmişə demək olar ki, bizə bunun bu və ya digər şəkildə sual forması gəlib çıxır. Subtropikin nəyidir bu? Subtropikin Aralıq dənizi. Həmişə qəbula, bax, bu iqlim Aralıq dənizi tipi ilə bağlı. Bununla bağlı bir sual işlənilən halda ya qrafik formasında, ya nə bilim kənd təsərrüfatından, ya oradakı turizmdən, ya ölkələrindən, ya nə bilim sitrus meyvələrindən falan nəsə sual düşür. Diqqətlə baxırıq bura. Xüsusiyyətləri istəyir burada bizdən. Baxırıq, yay ayları isti və quraq keçir. Yay ayları görürsünüzmü? Təxminən 25 Selsiyə çatan bax burada və həmin aylarda görürsünüz yağıntı yox dərəcəsindədir. Bir okey düzdür. İkiyə baxırıq, cənub yarımkürəsində yerləşir. Ümumiyyətlə diaqram əgər yuxarıya doğru qalxıbsa, şimal yarımkürəsində olmaz. Qış ayları mülayim keçir. Mülayim keçməsi o deməkdir ki, görürsünüz temperatur təxminən 10-dan biraz aşağı düşür, amma 0-dan aşağı düşmür. 3-ü götürərik. Mülayim dəniz iqlim tipi, mülayim dəniz iqlim tipində belə bir hava şəraiti olmaz. Mülayim dəniz iqlim tipi 10 ilə 20 arasında bax belə dəyişir. Daha doğrusu 15 ilə 20 arasında dəyişir. Yəni 20-ni keçmir mülayim dəniz. Plus mülayim dənizdə həmişə yağıntı olur. Sonra Hindçin yarımadası, biz bilirik ki, Hindçin yarımadası subekvatoriala düşür, olmaz. Subekvatorialın yağ yağdırılır və temperaturu 20-dən aşağı düşmür. Burada isə temperatur 10-dan aşağı düşür. Fəsillərin növbələşməsi subtropikdə və mülayimdə aydın müşahidə olunur. Doğru cavab nədir? 1-3-6-dır. Doğru cavabımız 1-3-6-dır. Əgər 1-3-6 yazmışsınızsa, düz yazmışsınız. Təbrik edirəm. Hə, 57-yə baxırıq. Bununla da keçəcəyik birazdan bizim situasiyamıza. Karib dənizi Atlantik okeanına aiddir. B bəndi Ərəbistan dənizi Hind okeanına aiddir. Qırmızı dəniz yenə Hind okeanına aiddir. Aralıq Atlantika aiddir. Laptevlər isə Şimal Buzluya aiddir. Nisbətən asan sual hesab edirəm. Yəqin ki, bunu bir çox abituriyent düz yazıb. Çünki müəyyən qədər asan tapıla bilən dənizlərdir. Nə istəyir bizdən situasiyada? Situasiyanı niyəsə elə hidrosferlə bağlı sahalar 11-də də burada da. Dünyanın ən böyük materikində yerləşən A gölü. Ən böyük materik hansıdır? Avrasiyadır. Buradan artıq bunu biz tapdıq. A gölü həm çimərlik turizmi, həm gəmiçilik, həm də balıqçılıq. Avrasiyada belə bir şey harda var? Şel sonrası yanacaq ehtiyatları ilə zəngin deməli, həmin oradan neft də var. Deməli, bu nədir? 1025 metr bizə deyir ki, bu Xəzərdir. 5 ölkədirsə, hə, 100% Xəzər. Doğru cavab nədir? Xəzər. İndi gəlin baxaq. A gölünün sahilində yerləşən ölkələrin adlarını, Xəzərin ətrafında yerləşən ölkələr, gəlin belə bir Xəzərin bir qrafikini çəkəyin. Rusiyadır, Qazaxıstandır, Türkmenistandır, İrandır və də Azərbaycandır. Tamam. 5 ölkənin adını yazdıq. A gölünün hansı xüsusiyyətlərinə görə dəniz demişik? Gəlin ona baxaq. 2 xüsusiyyətini deyin. Suyunun duzluluğuna görə, suyunun xüsusiyyətlərinə görə 2 belə deyək də, canlılarına görə, canlı su itindən söhbət gedir. Plus burada başqa bir şey də demək olar. Əslində burada bir də böyüklük var. Böyük. Böyük olmasına görə. Yəni göl deyil də, bu daha çox dənizə oxşur. Sonra orada hələ belə deyək, kitabda qeyd olunmayan məqamlar var. Hansı ki, dibinin, yəni belə deyək, geoloji quruluşuna görə dibində artıq biz orada qranitin bəzi yerlərdə olmadığını görürük. Qranit yoxdursa, deməli, bu okean tipli yer qabına malikdir deməkdir. Avtomatik A-ya baxırıq, 60-a baxırıq. A gölünün adını Xəzər. A gölünün adı Xəzərdir. Ən dərin çökəkliyi 1025 metr olan nə idi bəs? Lənkəran çökəkliyi idi. O da Azərbaycan tərəfə düşür. Lənkəran 1025. Məhz bura görə 1025 metr dərinliyə görə Xəzər dünyada 3-cü dərin göldür. Deməli, mən sizin coğrafi müəlliminiz Turan. Mənim daha bir sınavın izahını sonuna gəldi. Ümid edirəm ki, sona qədər qulaq asmısınız.
belə deyək, elminizi artırdınız, biliklərinizi artırdınız, həm də təkrar elədiniz, nəyisə bilmirdinizsə dəqiqləşdirdiniz və yaxud yazmışdınızsa, düz yazmışdınızsa, buna bir daha əmin oldunuz. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti sınaq zalarında sizlərlə görüşmək ümidi ilə sağollaşıram. Sağ olun, özünüzə yaxşı baxın.